Niyə Zil 157-nin istehsalı 36 il ərzində demək olar ki, heç dəyişmədi? Bu elə bir Sovet maşını idi ki, bataqlıq belə bunu görəndə baş əyirdi kişi. Sovet vaxtında elə maşınlar var idi ki, onları sürmək üçün təkcə sürücü olmaq bəs eləmirdi. Biraz da ürəyin dəmirdən olmalıydı. Zil 157 də onlardan biri idi. Bu maşın ilk gündən adi yük maşını kimi yox, hərbi canavar kimi hazırlanmışdı. 6x6 tam ötürücü, təkərlərə mərkəzləşdirilmiş hava vurma sistemi, aşağı ötürücü, o vaxt üçün bunlar elə bir kosmosa uçmaq kimi bir şey idi. Başqa maşın palçıqda eşələnəndə, boğulanda Zil sürücüsü sakitcə siqaretini yandırıb gülümsəyib yoluna davam edirdi. İllər keçdi, zavodlar dəyişdi, amma Zil 157 yenə həmən köhnə zaxar olaraq qaldı. Biraz muftasını dəyişdilər, elektrik sistemini düzəltdilər, karbüratora da bir balaca əl gəzdirdilər, amma əsas hissələrə toxunan olmadı. Çünki maşın onsuz da tank kimi işləyirdi. Sovet mühəndisləri də deyirdi ki, işləyən şeyə bir də nəyə qurdalayaq bu zibilin çıxardığı qardaşım. 104 at gücündə mühərriki vardı, amma elə möhkəm idi ki, sanki daş yeyib böyümüşdü. Hardasa əgər xarab olubsa, rahatlıqla düzəltmək mümkün idi. Usta bir açar, bir çəkisini götürüb yarım saatdan maşını yenidən dirildirdi. İndiki maşınlar kimi də kompüterə falan qoşmaq lazım deyildi qardaşım. Bəlkə də buna görə Zil 157 düz 36 il moddan düşmədi. Çünki bəzi texnikalar köhnəlmir, sadəcə əfsanəyə çevrilir. Bəs səncə indiki yük maşınlarından hansı 36 il dəyişmədən işləyə bilər? Şərhlərdə yazmağı unutmayın. Və sonda o əsrarəngiz barmaqlarınla videonu bəyənib kanalıma abunə olmağı unutma. Sabaha qədər.